Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə Məlik Şahsallam küçəsindən demək 1.8 sotun içində 4 otaqlı, 110 kvadratlıq, tam təmirli, gir yaşa vəziyyətində olan bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərdə çatdırıram, bu ev satış üstündə tikilsə də tam standartlara uyğun inşa olunub. Yəni, fundamentli, kəmərdir, vırılıb. Bunu nəzərdə çatdırım. Yəni, istədiyiniz bir prorabı gətirib yoxlatdıra bilərsiniz. Ev, kuru qabı, qoşadaşdan inşa olunub. Gördüyünüz kimi, bura həyət yəni sahəsidir. 70 kvadrat həyətdir, 110 kvadratda ev özüdür. Evin də otaqları geniş, ürək açan, əlverişlidir. Gördüyünüz kimi, burada, hörmətli izləyicilər, zizləmə hissəsidir. Kürsüsü də gördüyünüz kimi, hörmətli izləyicilər, istədiniz burada artıq əşyaları yığa bilərsiniz. Keçən indi evin içi ilə tanış olağın. Evin həyətyanı sayəsində rahat 200 maşın daxil ola bilir. Bax, hörmətli izləyicilər, burada bir neçə dənə ev tikilib. Görürsünüz, yaxın qonumlar üçün, yəni kimlərsə, iki qardaş, bacı qardaş, ata oğul ev almaq istəsələr, yəni burada bir-birinə yaxın evlər var. Özdə iki ev birdən satılsa endirim də normal olar. Yəni bunu nəzərdə çatdırın. Buradan daxil oluruq evin içinə. Burada dəhlizi təxmini hardasa 1.80-1.90-dır, rahat 2 metrəyə yaxındır. Ev yenə gözəl, zövqlə yığılıb aboylar, zövqlə aboylardır. Sol tərəfdə mətbəxdir. Mətbəxi hardasa 14-15 kvadrat olar. Pəncərələri geniş, ürək açan pəncərələrdir. Tavanları çəkirəm, qəşəng səliqəli tavanlardır. Fiqurlardan yığılıb, sadə fiqurlardır. Demək, kombi sistemlər çəkilib, kombi sistemlər danışıqdan asıldır. Bura qonaq otağıdır. Qonaq otağı da hardasa 4 metrənin 7 metrəyə olar. Təxmini hardasa 30 kvadrata yaxındır. 28 deyə də 30'a yaxın. Ağ qapılardan istifadə olunub. Aboylar da həqiqətən çox gözəl, zövqlü aboylardan istifadə olunub. Burada sağda, dəhliz sonda sanuzeldir. Sanuzel də qranit mərmərdən yığılıb. Görürsən, kabellərdən yığılıb. Yuxarı asma tavandan yığılıb. Yəni padlisoy. Düşqabına da yeri hamısı nəzərdə qoyulub. Hamısı nəzərdə alınıb. Hamamın aksesuarları yenə qiymətin danışıqdan asılıdır. Sol tərəfdə bir uşaq otağıdır. Evin demək olar, bütün otaqlarla tam rahat evin içinə işıq düşür. Ev havalanmaya uyğun bir evdir. Sonda burada 16 kvadratlıq 4'ün 4'ə bir yataq otağıdır. Aboylar da həqiqətən çox zövqlü aboylardır, hörmətli izləyicilər. Ev həqiqətən zövqlü təmir olunub. Ev sahibində gözəl zövqü var həqiqətən. Bununla nəzərdə çatdırın. Bax, bunun da otaqları həqiqətən aboyları gözəl, qəşəng aboylardan istifadə olunub, ağ qapılardan istifadə olunub. Ev elə bir işıq yandırsan, işıqlı görsən də həqiqətən evin təmirinə söhbət ola bilməz. Ev sahibinə halal olsundur. Çox qəşəng zövqlə təmirlətdirib evi. Polları da gördüyünüz kimi təmiz laklanıb, hazır evdir, gir yaşa vəziyyətində olan evdir. Alandan bir dənə gəlib mətbəxin yığdıracaq. Kombi sistemləri, aksesuarları evin qiymətini danışıqdan asılıdır. Yenə qeyd edirəm, hörmətli izləyicilər, burada bir neçə dənə ev tikilib. İkisinin çəkəsi oldum. İstədiyiniz formada gəlib burada, yəni cüt evlər də ala bilərsiniz. Qohuma, Qarabağ, yaxın ağıl adamlarla. Burada bir neçə dənə ev tikilib. 1, 2, 3, 4. İndi çəkdiyim, hələ də biri də yenə tikilib. Təmir gedir içində. Yaxın qohumlar üçün əlverişlidir. Belə, kimlərsə evini satmaq istəyirsə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, TikTok'da, Instagram'da seçil əmlak, yəni seçil almaq səhifəsinə daxil olursunuz. Orada evlərimizi izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırıb, zəng vuran zaman kodları yaddan götürmək, yaddan çıxmasın. Hörmətli izləyicilər, demək, YouTube'da da seçil əmlak kanalına girəndən sonra yuxarıda videolar görməsi var. Orada daxil olursunuz, orada istədiyiniz qiyməti evləri izləyə bilərsiniz. Abunə olmağı da unutmayın. Zınqırov adlı bildirim işarəsində həmişə abunə olun ki, bütün evlərə, yəni hər evlər satışa çıxanda sizə bildirimləri çatır. Bu evin də qiyməti 115 mindir. 4 otaqlı evlərdə demək olar, hamısı 115 mindən start qiymətdən başlayır. Hamısı da 4 otaqlıdır. Standart 1.8 sotun içində 70-70 kvadrat həyətlərdir. Həyətində də 3-4 maşın daxil ola bilər. Baxın, bir neçədən evdir. Yaxın qohumlar, adamlar, kimlərsə bir-birinə yaxın olan adamlar gəlib burada evlər rahat ala bilərlər. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.